Azərbaycan Dövlət İqtisad Universitetinin 95 illik yubileyinə həsr olunan xarici dil müəllimlərinin 3-cü beynəlxalq forumu uğurla yekunlaşıb. Əsas mövzu isə tələbələrin qlobal əmək bazarına hazırlanması idi. Forumda Azərbaycan Dövlət İqtisad Universitetinin rəhbər heyəti, British Council, Konfutsi İnstitutu və Pekin Xarici Dillər Universitetindən nümayəndələr iştirak etdilər. Çıxışlarda xarici dil bacarıqlarının tələbələr üçün yaratdığı yeni imkanlardan danışıldı. Ancaq xarici dil müəllimləridir. Biz çalışırıq ki, onların ingilis dili dərslərində tədrisinə kömək eləyək. Uşaqları 4 bacarıq üzrə necə dərs keçmək olar, onları öyrədək. Çünki bilirsiniz, Azərbaycanda hal-hazırda prioritetdir ki, xarici dili tədrisini inkişaf etdirək və 4 bacarıq üzrə uşaqları öyrədək. Azərbaycan Dövlət İqtisad Universitetinin British Council-la əməkdaşlığı nəticəsində müxtəlif beynəlxalq qiymətləndirmə sistemləri universitetə inteqrasiya olunub. Maraqlı məqamlardan biri isə odur ki, IELTS imtahanında 6.5 və yuxarı nəticə göstərən tələbələrin imtahan xərcləri Təhsilin İnkişaf Fondu tərəfindən tam qarşılanır. Azərbaycan Dövlət İqtisad Universitetinin təşkil etdiyi forum bir daha göstərdi ki, müasir təhsil qlobal əmək bazarına açılan qapıdır. Bu qapını açmaq üçün isə tələbələrə lazımi bacarıqları qazandırmaq əsas hədəfdir. Ruslan Qasımov, Elxan Axundov, Günel Habil qızı, ASTV Xəbər.